Faberlik məhsullarım. Xanımlar, inanırsınız, Faberlikin klokları, dolu sumkalar gələndə, yəni maraqla, sevinclə açıram da mən bu klokları ki, əslində bilirəm, nəyi zakaz eləmişəm, amma həqiqətən çox maraqlıdır ki, sifariş verdiyim məhsullar. Əslində bilirəm hansı məhsullar zakaz eləmişəm, amma yenə də çox maraqla, belə həvəslə açıram da. Bu məhsulu istəyərdim sizlərə deyim ki, yəni həqiqətən bir möhtəşəm təmizləyici vasitədir. Məndə qapılar şüşəlidir. Yəni adi nə məski ilə silsə, təmizləsə də getmir də, yəni ləkələr, izlər qalır. Amma bu məhsulumuz möhtəşəm bir məhsuldur da. Pırıl-pırıl eləyir qapıları, şüşələri, güzgüləri fərqi yoxdur da. Yəni ki, təmizləmək üçün super bir məhsulumuzdur. Və mən burada duxlar zakaz eləmişəm. Xanımlar, Murmurun demək olar hər bir seriyasını zakaz eləmişəm. Murmur, Moskov, qarasını və Murmurun Lans seriyasını zakaz eləmişəm. Festa Divita var yenilənmiş formada. Bunlardan hərəsini mən ətirlər, ümumiyyətlə ətirlərə çox həvəsli, çox marağım var mənim. Yəni ki, duxlarım çoxdur. Bu arada da azalıb. İndi bunlardan birini də özümə açacağım. Sizinlə də paylaşacağım, qoxusu necədir. Bu duxunu qızlar çox tərifləyirdi. Həqiqətən möhtəşəmliyindən çox danışırdılar. Özümə də almışam. Bu arada qəşəng bahalı bir duxudur. Görüm necə kokusu var. Sizinlə də bölüşəcəm bunları. Kokosun bədən saç spreylərimiz. Bunlar zakazdır. Xanımlar istəyir. Məhsullarımız və diş mərcunları. Ərəz olunmaz. Faberlikin diş macunları həqiqətən ərəz olunmazdır. Mən diş macunu sevmirəm, qəbul edə bilmirəm. Murmur patirlərinin tırnaq nümunələri.